Salam dostlar, hər vaxtınız xeyir olsun. Artıq bildiyiniz kimi 8 noyabr tarixində qələbənin 5 ili münasibətilə hərbi parad keçiriləcək. Hansı ki, bu parad indiyə qədər keçirilən bütün paradlardan ən geniş miqyaslısı olacaq və böyük ehtimal ki, bu paradda biz yeni silah sistemlərini də görə biləcəyik. Belə deyirlər. İndi mən də bilmirəm dəqiq. Ola bilər görək, ola bilər də ki, görməyək. Yəni bu bir ehtimaldır. Və bu parad münasibətilə də keçdiyimiz günlərdə Pakistan Hərbi Hava Qüvvələrinə aid J-17 Blok 3 döyüş təyyarələri ölkəmizə gəlib. Bəzi mənbələr qeyd edir ki, qeyri-rəsmi mənbələr qeyd edir ki, bu J-17-lər bizim sifariş etdiyimiz təyyarələrin bir hissəsidir. Bizə təhvil verməyə gətirirlər. Bəziləri deyir ki, yox, paradda iştirak edib qayıdacaqlar. Hətta bəzi mənbələr də qeyd edir ki, həmin o mənbələri ekrana yerləşdirəcəm. Amma qeyd etdiyim kimi bu mənbələr rəsmi deyil, rəsmi bir məlumat verilməyib. Amma bu mənbələrin qeyd etdiyinə görə artıq 3 ədəd döyüş təyyarəsi təhvil verilib və bu təyyarələr Azərbaycana məxsus nişanlarla nişanlandırılıb. Yəni qısacası 8 noyabr tarixində bizi çox böyük sürprizlər gözləyir. Qeyd edim ki, ilk F-17 2024-cü il sentyabrın 25-də Prezident İlham Əliyevə təqdim edilmişdi. Bəziləri qeyd edir ki, bu alacağımız J-17 Blok 3 döyüş təyyarələri Hərbi Hava Qüvvələrimizin istifadəsindəki MiG-29-ları əvəzləyəcək. Amma ki, gəlin görək ki, bu J-17-lər MiG-29-ları əvəzləmək üçün yetərlidirmi? Çünki J-17 yüngül sinif döyüş təyyarəsidir, MiG-29 isə ağır sinif. Ağır sinif döyüş təyyarələri daha çox döyüş yükü daşıya bilir, daha uzun mənzilə uça bilir və böyük radara sahibdirlər ki, bu radarda onlara bəzi hallarda rəqiblərini daha öncədən görmək şansı verir və əksər ağır sinif döyüş təyyarələri 2 mühərrikli olurlar ki, bu mühərriklərdən biri zədələndiyi halda digər mühərriklər çətin vəziyyətdən çıxa bilirlər. Qeyd edim ki, Hərbi Hava Qüvvələrimizin istifadəsindəki MiG-29-lar MiG-29S və MiG-29UB variantlarıdır və bu variantlarda qeyd olunur ki, MiG-29-ların ilkin orijinal ixrac modelləridir və bu modellərin avionik sistemləri nisbətən köhnədir. Belə ki, J-17-lərin avionik sistemləri, silah sistemləri, sursat arsenalı bu MiG-29-lardan daha zəngindir. Amma baxmayaraq ki, 2022-2023-cü illərdə bu MiG-29-ların Ukraynada modernizasiya edildiyi qeyd edilirdi. Daha sonra bir xəbər çıxmadı ki, bunlar istifadədə qalacaq, yoxsa istismardan çıxarılacaq. Əgər yenilənibsə belə müəyyən özəlliklər qazana bilər, amma ümumilikdə götürsək, həqiqətən də J-17 çox yüksək texnologiyaya, yüksək silah sistemlərinə sahibdir ki, bu haqda daha əvvəllər də danışmışıq. Həmin videolardan birini yuxarı yerləşdirirəm. İzləmək istəyənlər daxil olub izləyə bilərlər. Qeyd etdiyim kimi, Hərbi Hava Qüvvələrimizin istifadəsindəki MiG-29-lar texnoloji baxımından J-17-dən geri qala bilər, amma dünya miqyasında baxdığımız zaman Rusiya MiG-29-ların MiG-29M və SMT kimi modellərini təkmilləşdirib ki, istehsal edib ki, bunlar texnoloji baxımından, sursat baxımından daha da inkişaf etmiş modellər ola bilər. Amma hansı tərəfdən baxarsaq baxaq, J-17-lərin MiG-lərlə əvəzlənməsi düşünürəm ki, daha faydalı olar. Bu haqda çox fikirləşərkən bir ara bir xəbər yayıldı ki, Azərbaycanın nümayəndə heyəti Çinə səfər edib və J-10C döyüş təyyarələri ilə yaxından maraqlanıb və dostlar, onu da qeyd edim ki, saytlarda gəzərkən Wikipedia saytında belə bir məlumat oxudum ki, J-10C-nin sifarişi ediləcəyi bildirilir və bu J-10-lar MiG-29-larla əvəzlənəcək. Amma qeyd edim ki, dostlar, Wikipedia saytı rəsmi sayt deyil, etibarlı mənbə deyil. Buradakı məlumatlara arxalanmaq olmaz. Amma yenə də bir info kimi sizlərin nəzərinə çatdırdım. Qeyd edim ki, J-10C döyüş təyyarələri J-17-dən də daha üstün texnoloji sistemlərə və sursat arsenalına sahibdir. Əgər J-17 7 asqı nöqtəsində 3600 kq döyüş yükü daşıya bilirsə, J-10C-lər 11 asqı nöqtəsində 6 tona qədər döyüş yükü daşıya bilir. İndi isə gəlin iki mövzu ətrafında söhbət edək. Çin və Pakistan təyyarələrinin MiG-lərlə əvəzlənməsi bizə hansı üstünlüklər qazandıra bilər və MiG-29-ları daha da təkmilləşdirib, detallarını dəyişib yenidən istifadə edə bilmərikmi? Qeyd edim ki, dostlar, MiG-29-ların istismar müddətini bəzi mənbələr 20 il, bəzi mənbələr də 2500 uçuş saatı olaraq qiymətləndirir. Belə olduğu halda,
Əgər biz də MiG-29-ları 2000-ci illərdə əldə etmişiksə, artıq bu o deməkdir ki, MiG-29-ların ömrünün sonuna az qalıb. Elə modernləşdirmə ehtiyacı da bundandır. Amma son aylarda heç məlumat verilmir ki, MiG-29-lar yenidən istifadə olunacaq, yoxsa istismardan çıxarılacaq. Əgər istismardan çıxarılacaqsa belə bu düşünürəm ki, qısa müddətdə baş verməyəcək. Ən azından biz Çin platformalarına daha da uyğunlaşanacan bu MiG-29-lardan istifadə edəcəyik deyə düşünürəm. Və hissə-hissə, etap-etap istifadədən çıxarılacaq. Bəs yaxşı, deyək ki, MiG-29-ların hər detalını dəyişdik, istifadə elədik və daha heç bir təyyarə almayaq. Olmaz belə? Təbii ki, yox, olmaz. Çünki dostlar, bir təyyarənin istismar müddəti təkcə təqvim tarixi ilə hesablanmır. Belə ki, təyyarə uçuş illəri ərzində havada zərbələrlə, vibrasiya ilə, hava təzyiqi ilə qarşılaşır, müxtəlif hava təzyiqləri ilə qarşılaşır və bu da təyyarənin metalların tərkibində daxili çatlar əmələ gətirir. Bəzi detalları dəyişmək mümkün olsa da, ümumi konstruksiyanı, əsas gövdəni dəyişmək mümkün olmur. Əsas gövdənin ömrü bir dəfəlikdir. Əlavə olaraq havadakı rütubət, yanacağın buxarlanması, müxtəlif temperatur fərqləri kimi amillər metalların korroziyasına səbəb olur və sadə dildə desək, metalları içəridən yeyir. Yəni metallar yorulur. Əlavə olaraq da avionik sistemlərin köhnəlməsi, texnologiyanın müasir standartlara cavab verməməsi, radar və sensorların artıq gündəlik tələbata uyğun gəlməməsi kimi amillər də ölkələrin köhnə təyyarələri yeni təyyarələrlə əvəzlənməsini zəruri edir. Təyyarənin köhnəlməsi onun qəza riskini də artırır və bu bahalı bir prosesdir. Təyyarənin itirilməsi həmçinin pilotların həyatını itirməsi riski də deməkdir. Ona görə də bu riski gözə almayaraq yeni təyyarələr istismara verirlər. Bəs JF-17-lərin MiG-lərlə əvəzlənməsi bizə hansı üstünlüklər qazandıracaq deyə soruşsanız, bunlar çoxdur dostlar. Məsələn, AES radarımız olacaq, uzun mənzilli raketlərdən istifadə edə biləcəyik, PL-15, PL-12 kimi. Təkcə Çin raketləri deyil, Pakistan və Türkiyə istehsalı raketləri də bu JF-17-yə inteqrasiya etmək mümkün olacaq. Çünki bildiyiniz kimi, keçdiyimiz aylarda Türkiyə istehsalı raketlərin də JF-17-lərə inteqrasiya edilə biləcəyi qeyd edilmişdi. Ən əsası da JF-17-də, həmçinin J-10C-də kaska inteqrasiya edilmiş hədəf alma sistemi var ki, bu da pilota imkan verir ki, başını təkcə hədəfə çevirməklə raketini ona göndərsin. Belə ki, MiG-29-lar hədəfini vurmaq üçün burnunu ona döndərmək məcburiyyətində idisə, artıq JF-17-də, J-10C-də belə bir məcburiyyət qalmır və pilot sadəcə hədəfə başını çevirib düyməyə basır. Bu üstünlük dogfight döyüşlərində MiG-29-un manevr qabiliyyətini üstələyə bilər. Məlumat üçün bildirim ki, dostlar, döyüş təyyarələrində head-up display sistemi var. Bu, məlumatların ön şüşəyə proyeksiya edilməsidir. Bu MiG-29-da da var, bir çox təyyarələrdə var, amma kaska inteqrasiya edilmiş hədəf alma sistemi müasir döyüş təyyarələrində və təkmilləşdirilmiş döyüş təyyarələrində mövcuddur və artıq qeyd etdiyim kimi bu təyyarəyə, pilota böyük üstünlük qazandırır. JF-17-nin başqa bir üstünlüyü də onun infraqırmızı axtarış və hədəf alma sisteminə sahib olmasıdır. Belə ki, qeyd olunur ki, MiG-29-ların orijinal ixrac versiyalarında infraqırmızı axtarış sistemləri yoxdur. Hətta yenilənmədən sonra, modernizasiyadan sonraki modellərdə belə xaricdən baxıldığında infrared axtarış sisteminə uyğun bir nişan görsənmir ki, bunda var, yoxsa yox. Yenilənmədən sonra əlavə ediblərmi, yoxsa yox. Bəs infraqırmızı axtarış sistemi nədir? İnfraqırmızı axtarış sistemi passiv sensordur. Hədəflərini onların yaydığı istiliyə əsasən müəyyən edir. Belə ki, hədəf təyyarə uçuş həyata keçirərkən elə an olur ki, radarlarını söndürür. Çünki yerdəki düşmənin radar sistemlərinə, radioelektron mübarizə sistemlərinə görünmək istəmir. Çünki əgər radarlar aktiv olsa, radiosiqnal yayır, yerdəki radar sistemləri də həmin təyyarəni görə bilir. Onlar da stealth qabiliyyətini artırmaq üçün, görünməmək qabiliyyətini maksimum dərəcədə artırmaq üçün radarlarını bəzən söndürürlər. Və radarlarını söndürdüyü zaman da onların aşkarlanmasını infraqırmızı axtarış sistemləri ilə həyata keçirirlər. Çünki elektromaqnit emissiyası azalsa belə, istilik emissiyası həmişə olur. Amma infraqırmızı axtarış sistemlərinin mənzili nisbətən qısadır və havanın buludlu, rütubətli və dumanlı şəraitlərində zəif performans göstərirlər. Eyni zamanda müasir döyüş təyyarələrindən bir çoxu
mühərrik nozullarını kamuflyaj edirlər və bu da onların yaydığı istilikləri minimuma endirir. Eyni zamanda qaynar səhra şəraitində döyüş təyyarələri asanlıqla kamuflyaj edilə bilər ki, infrared axtarış sistemləri tərəfindən müəyyənləşməsi çətin olsun. Çünki həmin axtarış zamanı səhra şəraitində isti iqlim olduğu üçün istilik emissiyası artır və infrared sistemdə ayıra bilmir döyüş təyyarəsi hansıdır, səhranın isti elementləri hansıdır. Qeyd edim ki, infrared axtarış sistemləri lazer məsafə ölçən cihazlarla birgə işlədiyi zaman daha effektiv nəticələr verir. Çünki bu sistemlər bildiyim qədərilə yalnız hədəfin istiqamətini və olduğu bucağı təyin edir. Ona qədər olan məsafəni isə ölçə bilmir. Bu yalnız lazer məsafə ölçən cihazlarla mümkündür, bildiyim qədərilə. Müasir infrared sistemlərdə bu özəllik var yoxsa yox, onu da deyə bilmərəm. Eyni zamanda qeyd etdiyim kimi JF-17-lərin sursat arsenalı da rəngarəngdir. Bu döyüş təyyarələrinə Çin, Pakistan və Türkiyə raketləri inteqrasiya edilə bilir. Gələcəyə istiqamətlidir, yəni gələcəkdəki təkmilləşmələrə daha da rahat uyğunlaşır. Tək mühərrikli olduğu üçün onun uçuş xərci, texniki baxış xərcləri də aşağıdır. Yəni bir sözlə ölkəmiz üçün hərtərəfli əlverişlidir. Xeyirli olsun. İnşallah ki, 8 noyabr günü, parad günündə sırf ölkəmizə məxsus JF-17-lərin də uçuşunu izləyərik. Bununla yanaşı, yeni silah sistemlərini də görməyi ümid edirəm. Çünki söhbətlər gəzir ki, yeni silah sistemləri də almışıq və rəsmi məlumat olmadığına görə bu haqda sizləri ümidləndirmək istəmirəm. İnşallah ki, rəsmi məlumat verirlər və bu barədə sizlər üçün video çəkib paylaşarım. Bura qədər izlədiyiniz üçün hər birinizə minnətdaram. Əgər videonu bəyəndinizsə, videonu bəyənməyi və hələ də kanala abunə deyilsinizsə, abunə olub bildirişləri açmağı unutmayın. Gələn videolarda görüşənədək hələlik.